Balakən rayonunun Tülü kəndinə, yəni İbadlılar Ova adlanan ərazidə Tülü kəndindən rayona yaxın bir məsafədə, yəni Tülü kəndinin özünə girmədən həyətyanı ev salınır. Rayona demək olar ki, bitişik məsafədə yerlər, uzaq məsafədə yerləşmir gördüyünüz bu ev. Həyətinə aid ayak yolsu, arxasında toyaq damı, kubik daşdan tikilmiş su hövzəsi, yenə ehtiyat su çanı. Həyətində gördüyünüz kimi bar verən cürbəcür meyvə ağaçları, hər növ meyvədən əkilmişdir. Maşın qarajı kimi nəzərdə tutulur. On sot torpağı var. Hal-hazırda evdə yaşayış yoxdur. Gördüyümüz hər bir əşya evdə qalacaq. Soyuducudur. Yəni, nə görürsə əşyalar evdə qalacaq. Sahibi hal-hazırda Rusiyada yaşayır. Hamamı ayaq yolusu təmirlidir. Gördüyünüz kimi genişdir. İkinci mərtəbəsində 3 otağı yaşayış üçün yararlıdır. Girəcəyin sağ tərəfində otağa təmirə ehtiyacı var. Ev möhkəm şəkildə tikilmişdir. Gördüyünüz kimi pəncərə üstündən beton kənarlar gedilmişdir. Küt daşdan tikilib. İrəlidə gördüyümüz qazın sayaq ağacıdır, işıqdır, qazdır. Hamısı iştək haldadır. Qiyməti 45.000 manata təklif olunur. Qupçalıdır.